Qapıdan içəri girərkən sanki zaman dayanır. Keçmişin ayaq izləri pilləkənlərin daş yaddaşına hopub burada. Divarların sükutu sanki illərin xatirələrini insanların qulağına pıçıldayır. Kimlər keçməyib ki bu yoldan? Kimlərin səsküyünə şahidlik etməyib bu divarlar? Bu sükutun arxasından illərin xatirələri boylanır. İnsan taleləri danışır. Burada sözlər səsə, səslər tarixə çevrilir. Bir vaxtlar Fiyaletov studiyası adlanırdı. İndi isə Azərbaycan televiziya və radiosunun səs yazma evi. Azərbaycan televiziyası Azərbaycan xalqının milli sərvətidir. Bu fikir, bu tarixi sözlər ümummilli lider Heydər Əliyevin zamanında dediyi televiziya və radio haqqında fikirlərdir. Doğrudan da Azərbaycan televiziyası, Azərbaycan radiosu xalqın, millətin təfəkkürünün formalaşmasında, onun ideoloji düşüncəsinin inkişafında mühüm rol oynayır. Bir əsr tarixi olan Azərbaycan radiosu Azərbaycan dilinin qorunmasında, düzgün tələffüzündə böyük xidmətlər göstərmiş bir siyasi, mədəni, ideoloji bir maşına çevrilmişdir. 6 noyabr 1926-cı il. İndiki Əlizadə. O zaman isə Fiyaletov 9 ünvanında radio komitəsi fəaliyyətə başlayır. 5 il sonra 1931-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü və Müslüm Maqomayevin yaxından köməyi ilə bu məkanda Şərqin ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestr yaradılır. Və Fiyaletov 9 musiqiçilərin daim üst tutduğu, daha doğrusu bir ünvana çevrilir. Bu studiyadan o vaxtı Sovet İttifaqında cəmi 4 dənə şəhərdə tikmişdilər Almanlar. Deməli, olub Leningradda, Moskvada, Kiyevdə, bir də Bakıda. Rəhmətli Üzeyir Hacıbəyev, Üzeyir bəy birinci orkestrını burada yaradıb. Və 31-ci ildə Şərq aləmində bu xalq çalğı alətləri orkestri yarananda məhz radionun nəzdində də yaranması heç təsadüfi deyildi. Üzeyir bəyin əsas qayəsi, əsas düşüncəsi bu idi ki, Azərbaycan bəstəkarlarının yaratdığı o incilər gələcəkdə lent yazısına alınsın və tarixdə qalsın. İlk Azərbaycan bəstəkarların akademik bəstəkarlardan söhbət gedir. Əlbəttə, onların əsərləri burada yazılıb. Onların, hətta onların ifasında da, öz kollektivlərin ifasında da radio efirləri olub. Həm ab-hava gözəli idi. Radyo televiziyada. Valla ən vətənpərvər kollektivi var idi. Ki, o kollektivdə mən formalaşmışam. Bir insan olaraq, bir sənət insanı olaraq orada formalaşmışam. Mən belə deyim ki, bu bəlkə də mənim ən gözəl günlərimdən birini orada keçirdim. Mən özümü doğrudan çox xoşbaxt sayıram ki, mən doğrudan beləncə bir kollektivdə işləmişəm. Onda səs yazma studiyaları, mikrofonlar, pultlar, montaj proqramları yox idi. Ancaq insan səsi vardı. Bu səsi tarixə həkk etmək isə çox da asan deyildi. Müəyyən mexaniki qurğulardan, hətta metal boru və çəlləklərdən istifadə edirdilər. Daha sonra fonoqraflar, qramofonlar, plastinkalar meydana gəldi və iş bir qədər asanlaşdı. Lakin studiyalar olmadığı üçün səsləri böyük salonlarda, teatr səhnələrində və digər məkanlarda yazırdılar. Və bu səs yazma studiyasının açılması musiqi tariximizdə əsl hadisəyə çevrildi. Xalqın qatil düşməni əsir etmişdir səni. Səndən müşküldür ayrı düşmək, lakin çətindir bu görüşmək. Oldum bu yolda mən öz
gözüme düşmen. Ayrı düştüm senden ben, ayrı düştüm senden ben, hey, senden ben, hey, senden ben, hey. Daha sonra Üzeyir bəy Şərqdə ilk dəfə simfonik orkestr yaradır. Sonra 1936-cı ildə Üzeyir bəyi məhz çox səsli ifa arzusu, xorun yaradılması da Şərq aləmində ilklərə imza atır. Beləliklə, Azərbaycan televiziyası və radiosunun səs yazma evi, musiqi kollektivləri artıq formalaşmağa başlayır. Biz 20-ci əsrin 40-cı, 60-cı illərinə nəzər yetirəndə görürük ki, Azərbaycan televiziyası və radiosunun səs yazma evi bizim Azərbaycanımızın incəsənət xadimlərinin sanki ilk sənət məbədi olur. Çünki hər şey buradan başlayır. O studiya bir dənə studiyadır, amma onun iş həcmi çox böyükdür. Ora çox böyük sənətkarlarımız gəlirdi. Bütün nə ki bu saatda fond var, o həmin Fiyaletov 9 adlı studiyada hamısı yapılırdı. Mən ora gələndə artıq orada Aydın Əzimov, Cavanşir Quliyev, Zakir İsmailov kimi səs rejissorları çalışırdılar və mən gəldim, başladım onların dəstəyi ilə mən də öyrəndim bu sənəti və başladım bu sənətlə məşğul olmağa. Səs rejissoru da həqiqətən də bir başqa aləmdir, başqa sənətdir. Niyə görə? Çünki bugünkü günə baxanda, bu günləri musiqi savadı olmayanlar, yəni texniki savadı olanlar bu işlə məşğul olurlar. Amma mənim vaxtımda, yəni ki, mütləq bəstəkar olmalı idi, bir professional musiqiçi olmalı idi ki, səs yazısı studiyasında çalışsın. Səs yazma evinin yerləşdiyi bu bina deyilənə görə Hacı Zeynalabdin Tağıyevin mülklərindən biri olub. Binanın bir tərəfində hazırda tarix muzeyi kimi fəaliyyət göstərən, o zaman isə milyonçunun yaşadığı ev, digər tərəfində onun bankı yerləşirdi. Bunları nəzərə alsaq, səs yazma evinin yerləşdiyi binanın bir zamanlar məhz Tağıyevə məxsusluğuna inanmaq olar. İstənilən halda bir əsr bundan əvvəl Azərbaycan radiosunun fəaliyyətə başladığı bu binanın hər daşında, hər güşəsində bir tarix yatır. Danışdıqca dillənən, xatırladıqca düşündürən bir tarix. Danışır Bakı. Qapısından içəri girən kimi adam sanki zamanın başqa qatına düşür. Uzun dəhlizlər, ağır qapılar, səsi özünə hopduran qalın pərdələr və studiyanın xüsusi qoxusu. Maqnit lentinin, taxta panellərin, köhnə mikrofonların qarışıq nəfəsi. Burada bir vaxt Üzeyir bəyin yazdığı musiqi nümunələrinə həyat verilib. Burada muğam ustadlarının səsi ilk dəfə lentə köçüb. Burada diktorlar mikrofon qarşısına keçib ölkəyə diqqət, danışır, Bakı deyib. Azərbaycan Dövlət Simfonik Orkestri Üzeyir Hacıbəyev adına Filarmoniyanın simfonik orkestrində maestro Niyazinin rəhbərliyi ilə bütün yazıları məhz o küçük studiyada yazırdıq. 3-cü mərtəbəsi buranın xaricə translyasiya gedirdi. Türkiyə, İran. Bu mərtəbədə ancaq canlı efirlər gedirdi buradan. 100 il ərzində burada yazılan əsərlərin, hər bir əsərin not materialları qalıb. Hətta elə bir, belə deyək də, əsil əmanətlər var. Misal üçün, əl yazıları, Müslüm Maqamayevin əl yazıları, Üzeyir bəyin əl yazıları, Akşin Əlizadə, Fikrət Əmirov və s. Yəni, bizim dahi bəstəkarlarımızın əl yazıları, notları. Bugün biz Bülbülün ifasında istər Rəşid Behbudovun, istər Müslüm Maqamayevin və bizim adlarını sadalaya biləcəyimiz tarixi sənətkarlarımızın ifasını eşidəndə biz bu ifalara görə məhz Azərbaycan televiziyası və radiosunun səs yazma evinə borcluyuq. Çünki o səs yazma evi olmasaydı, bugün biz o səs yazılarını dinləyə bilməzdik.
Yazı düyməsi basılanda otaqda qəribə bir sükut yaranardı. Hər kəs nəfəsini içinə çəkərdi. Çünki səs müqəddəsidir, səhv etmək olmazdı. Lent fırlanardı, çarxlar asta-asta dönərdi. Səs isə görünməz bir ip kimi havada dolaşıb maqnit qatına hopardı. Susadım vəslinə, ey afəti dövran, bəri gəl. İnsan danışardı. Əslində isə danışan insan yox, zaman idi. O dövrdə yazılan səslər biraz xırıltılı idi, biraz da uzaqdan gəlirdi. Amma qəribə bir istiliyi vardı. Çünki onlar redaktəsiz idi. Təmizlənməmiş, cilalanmamış, olduğu kimi. Mikrofon elə bir cihazdır ki, o səs tezliklərini çevirir elektrik tezliklərinə. O sizin səsiniz gedir, maqnitləşib, yapışır lentə. Lentdə o tərəfdən keçəndə sizin səsinizi verir avtomatik. Nə demişsiniz, onu da yazıb verir. Məndən əvvəl, məsələn, mənim eşitdiyimə görə işləyiblər Adil Bəbirov orada, Ramiz Mirişli də işləyib vaxtı ikən orada. Yəni, bu cürə, deyək ki, çox tanınmış musiqiçilər vardı. Hansılar ki, səs yazmanı yaxşı bilirdilər. Yəni ki, öyrənmişdilər bu sənəti. Musiqini də yaxşı bildiklərinə görə həm səs rejissoru idilər, həm də deyərdim ki, onların əksəriyyəti, deyərdim ki, bir növ elə redaktordur həm də. Çünki musiqiləri hamı bilirdilər. Hər cürə musiqini bilirdilər. İfaçıların gələ biləsən ki, bunların səsi nə qədər güclüdür və yaxud nə qədər zəifdir və mikrofonu necə bunların qarşısında qoymaq lazımdır. Yəni ki, elə ifaçı var ki, məsələn, mikrofon 50 sm aralıda olmalıdır ifaçıdan. Hansı mikrofonlardan istifadə eləmək? O vaxtı belə deyərdim ki, bizdə elə bir məktəb yox idi Azərbaycanda. Ancaq məsələn, görürsən ki, kimisə bir aylıq və yaxud 2 həftəlik müxtəlif kurslara, məsələn, başqa şəhərlərə, SSR-in başqa digər şəhərlərinə ki, getsinlər orada, öyrənsinlər səs yazmanı. Adil Bəbirovu və məni, ikimizi yolladılar Moskvaya oxumağa. Ümumtürk Radio və Televiziya Komitəsində oxuduq, öyrəndik və gəldik Bakıya. İlk dəfə stereo yazı bəndəniz icra elədi həmin studiyada. Bu studiya təkcə mahnıları yox, tarixin özünü də tarixin yaddaşına yazıb. Müharibə illərinin xatirələrini, bayram konsertlərini, ilk televiziya tamaşalarının musiqisini, bəzən bir titrək nəfəsi, bəzən bir aktyorun qəhqəhəsi, bəzən də xalqın sevinci bu divarlara çırpılaraq geri dönüb. Evin olsun istəmirdin? İstəyəndə olur. Kristalın park yasamal layihəsində 15%-dən başlayan ilkin ödənişlə yaşayışa hazır mənzil sənin ola bilər. Üstəlik 30% ilkin ödənişlə 36 ayədək daxili kredit imkanı da var. İstəsən əşyalı mənzillərdən, istəsən yalnız tam təmirlilərdən seçə bilərsən. Unutma, istəyəndə olur. Ətraflı məlumat Ulduz 1544 kristal.az. Adyal var, Lays var, bəs chips qurtası nə olacaq? Yenisini kim gətirəcək? Alo? Mətbəxdən Lays gətir. Bu da sizin Lays. Daha çoxdan, daha parlaq təəssürat. Ata! Ancaq hər kəsin diqqətə ehtiyacı var. Hətta ən məşğul olanların da. Alo? Nestle şokoladı
hər kəsin ürəyinə ərdəcək. Nestle, zərifliyin xüsusi simvolu. Trendyol'a gel, Novruz'u flash məhsullarla qarşıla. Bayram alışverişini 3 saatte bir flash məhsulları ilə sərfəli et. Üstəlik Novruz 25 koduna 25% endirim və ilk 3 sifarişdə ödənişsiz kargo ilə. Novruz'da endirim çox, fürsətlər şok. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Gyaluron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Gyaluron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Gyaluron Balans ilə L'Oreal Paris'dən. Sevgi müxtəlif olur. Zərif sevdiklərinlə. Qayğıkeş yaxınlarınla. Ailə ilə ruhu istidən bir an. Rafaello, sevginin olduğu yerdə. Səhər yeməyi vaxtıdır, şokoladdadır. Bütöv taxıllar isə yeni nailiyyətlər üçün enerji verir. Nestle Fruit 1 dəqiqəyə sağlam səhər yeməyi. Bueno anı bu an hər şeyi gözləyə bilər. Bu Kinder Bueno'dur. Möhtəşəm fərqli. Nescafe Gold öz zəngin dadını və dolğun ətrini dəyərli anlar üçün bəxş edir ki, gününüz zövqlə davam etsin. Nescafe Gold, dəyərli anları sən yaradırsan. Görəndə öz-özümə demişdim. Ulan mənim olmalıdır. Deməni çox mu sevirsən? Məni sənə bağlayan eşqin, məhəbbətindir. Yollarında saxlayan sənin sədaqətindir. Köhnə lent arxivlərini açanda elə bir qədim bir sandıq açırsan. İçindən səs çıxır. Tozlu, xırıltılı, amma canlı. O səslər hələ də yaşayır. Çünki bu bina onları qoruyub. Bu studiya incəsənət ocağı saymaq olar, elə incəsənət ocağıdır da bu studiya. Buradan kimlər çıxmayıb? Bütün karifey aktyorlarımız Əli Ağa Ağayevdən tutmuş, Həsən Abuluçdur, İsmail Osmanlı, Həsən Məmmədovdur, Həsən Turabovdur, hamısı buradan pöhrələnib o vaxtı. Hərəmizin öz, necə deyərlər, profili var idi da belə. Aşıq musiqisini mən baxırdım, çünki biraz aşıq musiqisindən başım çıxır deyə. Biz çalışırdıq, yaxşı yazaq, yanlış oxumasınlar. Muğamatı misal üçün Adil Bəbirov kimi bəstəkar çox gözəl bilirdi. Ona görə xanəndələr gələndə çoxu zaman deyirdi ki, məni Adil Bəbirov yazsın. Aşıqlar da öyle. Aşıq musiqisini gözəl şəkildə, zurnaçılar. Mən gələndə başladım əvvəlcə aktyorlarla işləməyə. Burada radioda verilişlər gedirdi. Yəni, bulaq verilişi idi, buna bənzər verilişlərdi. Onlar müxtəlif hekayələr, müxtəlif ədəbi verilişlər hazırlayırdılar və onların səs yazısını mən yazırdım. Sonra çoxlu aşıqları yazmışam burada, aşıqlarla işləmişəm. Hüseyn Saracını yazmışam, digər aşıqları yazmışam. Sonra zurnaçılar vardı, balaban çalanlar, yəni bu dəstələri
yazmışam. Yəni əvvəldə bunlardan başlamışam mən. Sonra kiçik heyətli ansambllarla deməli başladım çalışmağa. Həm xalq çalğı alətləri ansamblı balaca idi, həm müxtəlif estrada tipli və yaxud klassik janrda olan simli kvartet idi, fortepiano triosu idi. Belə musiqiləri lentə aldırdım. Yəni bunlara artıq gələndən sonra başladılar mənə orkestrləri bir növ verdilər və mən bu orkestrlərini başladım çalışmağa həmin bu vaxtı. Biz çalışırıq ki, bu notları qoruyaq, biz çalışırıq ki, bu notlar itirilməsin. Biz onları ifa elətdiririk yeni kollektivlərlə. Səhər çağı göy meşədən dərdik səni ağ çiçək. Bəyaz-bəyaz varaqlara sərdik səni ağ çiçək. Səs yazmaq heç də asan iş deyildi. Burada peşəkar bəstəkarlar, səs rejissorları çalışırdı. Səsin yazılması zamanı ən xırda məqamlara da diqqət yetirilməli idi. Texniki imkanların zəif olduğu bir dövrdə sonradan hansısa düzəliş, dəyişiklik etmək mümkün deyildi. Hər bir səs yazısı canlı, olduğu kimi dinləyiciyə təqdim edilirdi. Çiçək, ağ çiçəyim, ömrümə bəzər, ağ çiçəyim. Səs rejissorlar adətən bəstəkarlar olur. Çünki onların qulaqları tamamilə başqa cürə işləyir və sıravi musiqiçilər eşitmədiyi o intonasiyalar, notlar bəstəkarlar artıq bilir. Yəni burada fəaliyyət göstərən bəstəkarlar tək səs rejissor kimi yox, həm də orkestrləşdirmə kimi işdə görürlər. Onlardan qabaq burada Rafiq Babayev, Canşir Quliyev, Eldar Mansurov kimi bəstəkarlar səs rejissor kimi fəaliyyət göstərirlər. İndiyə qədər bizim səs rejissorlarımız, bəstəkarlar həm orkestrləşdirmə işi görürlər, həm də aranjman da edirlər və yeni əsərlərin belə deyək də üzə çıxarılmağı və vaxtı ikən yazılan estrada əsərlərin yeni səslənməsi ilə məşğuldurlar. Bizim avadanlığımız da var idi, amma iş prosesi köhnə idi. Yəni, yeni texnologiya yox idi bizdə. Ona görə Moskvadan gələn səs rejissorları bizə dahi deyirdilər. Niyə? Çünki siz bu şəraitdə ki, belə gözəl yazı yazırsınız, siz necə yazırsınız? Rəsul Rəsulov var idi, səs rejissoru, yüksək səviyyəli səs rejissoru. Zakir İsmailov var idi, Adil Bəbirov, dördümüz, bir də mən, Aydın Əzimov, orada çalışırdıq. Biz orada olanda vırtut 5 nəfər səs rejissoru vardı və bugünkü radio məsələn, fondunda olan lent yazılarını əksəriyyətinə baxsınız, görərsiniz ki, məsələn, mənim o işlədiyim dövrdə 80-ci ildən 95-ci ilə qədər məhz bu 5 nəfərin adı yazılıb lent qutularının üstündə. Yəni səs rejissoru kimi. Mən idim, Cavanşir Quliyev idi, Aydın Əzimov idi, Zakir İsmailov idi, bir də bəstəkar Tahir Əkbərov idi. Bax, beləncə işləmişik biz orada. Məsələn, hər müğənni, hərəsinin bir cürə sesi var. Yəni ki, bu səs rejissorundan çox şey asıldı. Mən çünki dəfələrlə oldum Moskvada da, Melodiya firmasının studiyasında, səs yazma studiyasında. Baxırdım, onlar necə yazırlar. Bizdə də deyərdim ki, öz burada dostumuz vardı. Deməli, səs yazma evinin texniki direktoru idi, Salavat Axundzadə. O da çox şeylərdə kömək edirdi bizə. Məsələn, məsləhət gördü. Məsələn, filan kesi, məsələn də filan səsi məsələn beləncə idi. Bunun səsini kondensator mikrofonu və yaxud dinamik mikrofonla yazmaq daha üstün olardı. Yəni, yox, bunların hamısını başa salırdı. Bura yalnız səs yazma studiyası yox, həm də musiqi kollektivlərinin fəaliyyət göstərdiyi bir məkan olub. Burada müxtəlif orkestrlər, xor və ansambllər olub. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri, Cəhəngir Cəhəngirov adına xor, Niyazi adına simfonik orkestr, Sevil vokal instrumental ansamblı, Əsən Dadaşovun rəhbərlik etdiyi Xatirə xalq çalğı alətləri ansamblı.
Qəysər Cavanşirovun Bənövşə Uşaq Xoru və başqaları. Bu heyətlərlə Azərbaycanın ən sayılıb seçilən sənətkarları çalışırdı. Bəstəkarlarımızın ən gözəl, sevilən nəğmələri bu ansamblların ifası ilə lentə alınırdı. Üzeyir bəyin gələcəkdə bizə miras qoyduğu, həm özünün yazdığı, həm Üzeyir bəy sənətinin davamçıları Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Ramiz Mustafayev və sair bizim Azərbaycanımızın müqtədir sənətkarları iri həcmli, kiçik həcmli əsərlərini məhz o zamanlar radionun tərkibində yaranan musiqi kollektivləri vasitəsilə həyata keçirirlər. Düşünürəm ki, Azərbaycan televiziyası və radiosunun musiqi kollektivləri bizim Azərbaycanımızın milli mədəniyyətinin, musiqisinin formalaşmasında böyük xidmətləri olmuş bir qurumdur. Zamanında çox böyük töhfələri olmuş bu kollektivlərin. Mən düşünürəm ki, bu musiqi kollektivləri gələcəkdə də illər bəlkə sonra yenə də Azərbaycan radiosu televiziyasının nəzdində fəaliyyət göstərdi. Çünki bu musiqi kollektivlərinin əsas mədəni, siyasi əhəmiyyəti də ondan ibarətdir ki, onlar bizim Azərbaycan bəstəkarlarının yazdığı lent yazılarını tarixə saxlayırlar. Məndən təzə şeir xəbər alan dəst yazın gəlməsi şeir deyilmi? Məndən təzə şeir xəbər alan dəst yazın gəlməsi şeir deyilmi? Çıxanda gəzməyə çölün çəməni, üzünə gülməsi şeir deyilmi? Ay gülüm, şeir deyilmi? Televiziya komitəsinin bədii kollektivləri var idi. Onlardan ən köhnəsi, belə deyək, Üzeyir bəyin dövründən qalan, məsəl üçün, xalq çalğı alətləri orkestri, Seyid Rüstəmovun bədii rəhbər olan vaxtından. Mən o zamana yəni görmüşəm Seyid Rüstəmov rəhbər olanda. Cahangir Cahangirovun rəhbərliyi altında olan Azərbaycan radio və televiziyasının xoru. Amma Ramiz Mustafayev onun rəhbərliyi edirdi. Sonra Tofiq Əhmədovun başçılığı ilə estrada orkestri var idi. Uşaq xoru var idi radio və televiziyasının. Hamının məşqləri məhz həmin o evdə keçirdi, səs yazma evində keçirdi. Sonra məni təyin elədilər olan kollektivlərin və səs yazma evinin müdiri təyin elədilər. Yeri gəlmiş dediyim simfonik orkestrdə, indi Niyazi adına simfonik orkestr adlanır. O vaxtı ad yox idi və radio və televiziyanın simfonik orkestri yarandı və ilavə olundu. Sonra Rafiq Babayev başladı çalışmağa radio və televiziyada. Ona görə da estrada orkestri deyil ki, estrada simfonik orkestri adında getdi. Çox gözəl fəaliyyət. Dan Ulduzu öz fəaliyyətinə məhz radio studiyada, radio və televiziyada yer aldı. Xalq çalğı alətləri orkestri, simfonik orkestrlər, estrada simfonik orkestri, xor, yəni ki, bu cürə böyük kollektivlərlə işləmək üçün mütləq partituranı bilmək lazımdır. Ona görə də əsasən burada dəvət edirdilər, işə hazırlayırdılar onları, bəstəkarları. Elə bir ifaçı tapmaq olmazdı ki, yolu bu məkandan keçməsin. Etiraf edək ki, gedəcəkləri başqa bir məkan da yox idi. Bugün Azərbaycan radiosunun fonotekasında saxlanılan bütün musiqi əsərləri məhz bu studiyada lentə yazılmışdı. Hər birinin bir tarixi, 100 xatirəsi var. Qaşların kamandır qala gözləri, hər an şəhər
Beybutovu burada biz çox yazmışıq. İnanırsınız, o bir dənə mahnını yazana kimi, o mahnı öz-özünə bunun ürəyindən, babəli içindən çıxmasaydı, o mahnını o yazmırdı. Adil Bəbirov yazırdı. Cahangirov ana mahnısı təzə yazmışdı və həmin o studiyada o ana mahnısı yazılırdı. Mən asistent idim. Adil Bəbirov başladı yazmağa. 1 dubl, 2 dubl, 3, 4, 9 dubl. Sonra hamısını diqqətlə, əziz müğənnimiz hamısını belə diqqətlə qulaq asırdı. Sonra qayıtdı Adilə ki, Adil, sən bu variantların hansını seçirsən? Orada da diqqət edim, Cahangirov, gözəl mahnını yaradan, heç nə demirdi. Demək ki, Adil Bəbirov fikirləşmədi. Dedi ki, mən bilirəm hansı variantın. Deyir, hansı variant? Deyir, birinci. Rəşid Beybutovu dedi, necə yəni? 9 variant ya, biri-birindən yaxşıdır. Deyir, yox, birinci yaxşıdır. Nəysə, bunu bir dəfə də, 9 dənəsini bir dəfə də dinlədik. Artıq saat 1 idi, axşam, gecə. Nəysə, bir də dinlədik. Bax, belə bir hadisə oldu ki, birinci variant getdi. Gözümün nuru, canım ana, büyüttün sen beni yana yana. Odlusan gün kimi, bir kaynar hayat kimi. Borculuyam ben sana, sana bir evlat kimi, aziz ana. Ben burada çoxlu ifaçılarla tanış oldum. Həm dirijorlarla, həm müxtəlif instrumental ifaçılarla və müğənnilərin əksəriyyəti ilə mən burada tanış oldum. Üslüm Ağamayev'di, onu məsələn görmüşdüm, oyunu işləmişəm. Yəni ki, o vaxt Flora Kərimova idi, İlhamə Quliyeva idi. Yəni çox bələnçi ifaçıları, Lütfiyar İmanovu, hamısı bunlar deyərdim ki, lentə almışam bunların yazılarını. Dönərəm şimşəyə, dönərəm küləyə. SSR xalq artisti Lütfiyar İmanov, SSR xalq artisti Firəngiz Əhmədova, Nərminə Məmmədova, Mobil Əhmədov, Şovkət Ələkbərova, onlar hamısı xorun işçiləri olub və xordan yetişiblər onlar. Həmin indi Cahangirovun adını daşıyan xor kollektivi zamanında bizim Azərbaycan mədəniyyətinə, musiqisinə bilirsiniz nə qədər böyük adlar təqdim edib. Radionun solisti olmaq kimi fəxarət hissi var idi sənətçilərin içində. Hər kəsə qismət olmurdu bu adı daşımaq.
Təsəvvür edin, ölkədə ilk və tək olan böyük bir orkestrin solistisən. Bəstəkarların həmin orkestr üçün yazdığı mahnıları ifa edirsən. Həm özünü, həm də nəğmələrini zamanın, tarixin yaddaşına həkk edirsən. Bundan böyük nə ola bilərdi bir sənətkar üçün? Tofiq Quliyev, Fikrət Əmirov, Qara Qarayev, hamısı gəlirdi. Bütün onların bu nə ki, indiyənə kimi fondda zapisləri var. 80% burada yazılıb, qalandı Moskvada yazılıb. Radionun Qızıl fondu burada yazılır, hamısı burada yazılıb. Orada oxuyurdu Şövkət xanım Ələkbərova, Gülağa Məmmədov, İslam Rızayev, İlhamə Quliyeva, Fidan Qasımova, Xuraman Qasımova, hamısı çox oxuyanların 90%-i hamısı burada oxuyur. Mən işlədiklərim hələm burada Rəşid Beybutov, Müslüm Maqamayev, Zeynəb xanımları var. Çox oxuyanlar buradan gedib. Dağlar qızı Reyhan, 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 parlaqdan ulduzur Reyhan, Reyhan, aləm sənə heyran, 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 aləm sənə heyran, heyran, heyran. Nə qəşəngsən, ay qız, gül çiçəksən, ay qız, bir danəsən, ay qız, bir danəsən. Diktorları necə götürürdülər o vaxt? Onlar həm oxuyurdular, həm imtahandan keçirdilər. Solistləri də o cür. Bir neçə yazıdan sonra əgərləri bədii izin verirdisə, böyük bir prosesdən sonra solist olaraq biz götürürdük, müəyyən vaxtlara qədər. Oxuyanların, ifaçıların özlərinin bioritmi var. Biriləri gəlirlər, elə bir dəfədən yazıb gedirlər. Məsəl üçün deyim, Oqtay Ağayev. Bir variant. Yazırdıq iki variant ki, elə belə yazırdıq. Çünki o gəlirdi, əvvəla hazırlıqlı gəlirdi. Bəzi müğənnilər elə enerjilidir ki, onları yormaq lazım idi ki, məsəl üçün Flora kimi oxuyanlar. Çox emosiyalaşır. Dağlar maralı, gəzmə aralı, dağlar maralı, gəzmə aralı, sənsiz ürəyim olar yaralı, sənsiz ürəyim olar yaralı. Şirinim, şəkərimlə batımsan, sən həyatımsan, ömrümə, günümə sən bəzəksən, qol qanadımsan. Şirinim, şəkərimlə batımsan, sən həyatımsan, ömrümə, günümə sən bəzəksən, qol qanadımsan, öz həyatımsan, qol qanadımsan. Bizim estrada ifaçılarımız Mirzə Babayev, Yalçın Rızazadə, Flora Kərimova, İlhamə Quliyeva və adlarını çox sadalaya biləcəyimiz estrada ifaçıları da məhz ilk, belə desək, lent yazılarını məhz o zamanlar Tofiq Əhmədovun rəhbərliyi ilə və sonraki illərdə Əziz Əzizlinin rəhbərliyi ilə olan Estrada Simfonik Orkestrinin müşayiəti ilə lent alıblar. Yəni bu ifaçılarla işləmək mənə həm də bir bəstəkar kimi çox xeyri oldu. Çünki onlar bilirdilər ki, mən bəstəkarım və görürsən ki, mənə deyirdilər ki, biz Eldar, bizim üçün bir şey yazgınə oxuyaq sənin də əsərlərindən ifa edəyik. Və onlar üçün də yazı-yaza, özüm də bir növ deyərdim ki, bu studiya məni bir bəstəkar kimi püxtələşməkdə, gələcəkdə çox böyük rol oynadı. Bizim səslərimiz o səs yazma evinə demək olar ki, doğma ev kimi yanaşırlar. Çünki onların əksəriyyəti burada lap cavan vaxtından gəlirdilər. Belə, misal üçün, bizim Bənövşə xorumuz var idi, uşaq xoru. Çoxsu elə öz fəaliyyətini, belə deyək, səhnəyə çıxışlarını elə Bənövşə xoru ilə başladılar. İşte görünmez gözüne, bəzən yer tapmaz özüne, həsrətdir şair sözüne, güzelleri, bu yerin qoçaq ərləri. Bu səs yazma evində lentə alınan musiqi nümunələri sonradan televiziyanın da yaddaşına köçürülürdü. Bibliotekamızın Qızıl fondunda saxlanılan bütün konsert proqramlarının səs yazıları radionun səs yazma studiyasında həyata keçirilirdi.
Təkcə bununla bitmirdi. Buradan canlı radio verilişləri də yayımlanırdı. Canlı konsertlər gedirdi. Axşamlar isə yazılar vardı. Bəzən gündüzlər olurdu. Gündüzlər biz həm də radio tamaşaları yazırdıq. Radio tamaşaları da bizə baxırdı və biz onları, bizim məşhur aktyorlar radio tamaşalarında iştirak edirdilər. Biz də yazırdıq onları. Çox da böyük olan studiya deyil. Məsəl üçün, Moskva studiyalarını əgər biz qiyaslasaq, çox küçük studiyadır. Amma böyük bir iş aparırdı. Bütün radionun, televiziyanın belə yazıları bəzən orada işləyirdi. Azərbaycan televiziyası və radiosunun səsyazma evi bugün də fəaliyyət göstərir. Burada iş fərqli şəkildə də olsa davam edir. Yenə solistlər var, yenə məşqlər gedir, yenə mahnılar yazılır. Yenə neçə-neçə əsər burada doğulur və teleradionun qızıl fonduna daxil olmağa hazırlaşır. Mən çox xoşbəxtəm ki, mən ömrümün demək olar 15 ilinə yaxın radio, televiziyada çalışmışam. Burada müxtəlif vəzifələrdə işləmişəm və işlədiyim vəzifələr sırasında da ilk demək olar vəzifəm Azərbaycan televiziyası və radiosunun əvvəlcə olmuşam musiqi kolleksiyalarının bədii rəhbəri, sonra olmuşam eyni zamanda o səsyazma evinin direktoru. Və çalışdığım müddət ərzində də şərəflə, ləyaqətlə çalışmışam ki, öz vətənimə, doğma müstəqil Azərbaycanıma, onun musiqisinə, mədəniyyətinə xidmət göstərim və çox qürurla, fəxrlə deyə bilərəm ki, komanda şəklində biz buna nail olmuşuq. Səsyazma evinin əsas və ən önəmli bir iş vəzifəsi odur ki, Azərbaycan televiziyası və radiosunun efirləri təmin eləsin musiqi ilə və dövlət fondunu zənginləşdirsin. Və biz çoxlu müasir bəstəkarların əsərlərini yazırıq, klassik əsərləri, estrada əsərləri yazırıq və əlbəttə ki, yeni adları kəşf edirik, onları efirə çıxardırıq, onların lent yazısını aparırıq. Opera balet teatrımız, Azərbaycan Dövlət Filharmoniyası, musiqi teatrı ilə bizim əməkdaşımız var. Onların kollektivləri bizdə yazılır. Çünki bizim ölkəmizdə, indi əfsuslar olsun, başqa belə bir studiya yoxdur. Yeganə studiya var ki, orada böyük simfonik orkestri yazdırmaq olar. O da bizə məxsusdur və biz çalışırıq ki, həmən o ənəlləri qoruyaq.
öncə məhz 90 illiyini radionun qeyd eləyəndə Heydər Əliyev sarayında Azərbaycan televiziyası və radiosunun musiqi kollektivlərini orada əyləşən tamaşaçılar musiqi ordusu adlandırırdı. Çünki səhnədə bir anda 600 nəfərə yaxın musiqiçi əyləşmişdi. Bu televiziyanın qüdrəti və bu televiziyanın gücü idi. Mən arzu edirəm ki, bizə miras qoyulan, bizə ərmağan olunan bu dəyərlər gələcək nəsillər tərəfindən qorunsun. Çünki bu bizim milli dəyərlərimizdir. Bu bizim musiqi kimliyimizdir. Yenidən 100 il əvvələ boylanırıq. Zaman dəyişir, şəhərin siması, küçələrin adı dəyişir. Texnologiyalar yenilənir, rəqəmsallaşır, müasirləşir. Dəyişməyən bir nəsnə var. Səs və bu səsin 100 ildir səngiməyən sədası.